tabutu gətirilən qəhrəmandan ötürü başınızı əyin sinənizə, vətən üçün ölər qəhrəmandan ötürü. Vətənin əzizdir hər addımı, hər qarışı, bu yolda itirdik çox dəyərli dostu, qardaşı. Vaxtından tez qoyuldu adına məzar daşı, deyin xəlqimə ayaqda qalsın, vətən üçün gözləri yumulan qəhrəmandan ötürü. Qanın qiyməti ilə ölçülər, bu torpağın dağı da, qayası da, neçə qəhrəmanın nəfəsi, izi var köksündə, neçə gözlər yumuldu, yağışında, qarında, tumurcuqlar, baharlar ağlar, son nəfəsində gülən qəhrəmandan ötürü. Babalardan yadigardır bu torpağın zıngılı da, daşı da, neçə oğulun həsrəti var, anaların göz yaşında, dünya boyda təmi var, hər ikinin başlaşında. Elimiz, obamız kədərlidir, bizi tərk edən qəhrəmandan ötürü. Bizim dağların başından əksilməz duman, bu yurdun havası, suyu dərman, yolunda mərd oğullar edər canını qurban, analar fəryad edər, bayrağa bükülər qəhrəmandan ötürü. Torpaq üstə yumulan gözlərin arxasınca baxan neçə həsrət var. O solmuş baharların, qurumuş budaqlarında neçə sönmüş həyat var. Torpaq üstə yumulan gözlərin arxasınca baxan neçə həsrət var. Bu solmuş baharların, qurumuş budaqlarında neçə sönmüş həyat var. Həsrətin çəkər bağlar, bağçalar, ömrü solan qəhrəmandan ötürü. O kəs ki ölər vətən naminə, doğma eli obası ağlar qəbrinə, layiqdir xəlqi yaz tuta qəmrənə, qanıyla tarixlər yazan qəhrəmandan ötürü. Biz qayıtmışıq illərlə yolumuzu gözləyən torpaq, qoynunda şəhid qanıyla dalğalanar üç rəngli bayraq. Sənsiz olmur nə ölmək, nə də yaşamaq, Azərbaycan, sən də yaşa, sinər üstə can verər qəhrəmandan ötürü. Allah şəhidimizi, şəhidlərimizi rəhmət eləsin. Əziz şəhid valideynləri, Allah sizlərə səbir versin. Qonaqlarımız var. Heç bir yaxdan olanı, heç dəyini, ondan sonra fikirlərində öyrənmədik. Çünki belə bu gün özümə evdə bir-iki dənə zümzümə eləyəndə axşamları gecəni yatmamışam. Orada deyirdim ki, heç kimə söz verməyəcəm, elə özüm danışacağım. Amma indi elə gətirdi ki, qardaşlar da ondan sonra burada alimlərimiz də otururlar, müəyyən qədər danışırlar, dedilər. Ramazan ayıdır da, indi burada hər halda nə danışsaq, nə desək, aya. Çünki ay böyüyündə özündə məğfirət ayıdır. Məğfirət nədir? Bağışlanmaq ayıdır. Oruç tutanın iki dənə sevinci var. Biri iftarını açanda özü var. Səbirsizliklə, intizarla gözləyir ki, iftar açılsın. Elə baxacaqsınız üzlərə, bu turşumuş insanlar birdən görəcək ki, üzləri gülür. Niyə? Sevinirlər. Bəli, belədir. Bir də Allahla görüşənlər. Allahla görüşəndə nə edəcəklər? Onda məsəl üçün sevinəcəklər ki, bəli, biz nə yaxşı sənin əmrlərini yerinə yetirmişik. Xəstə olanlarımıza Allahdan şəfaat edirlər. Allah onları şəfalandırsın.